Mətn tərcüməsi to istiqamət. Azərbaycan dilində istiqamət bildirmək üçün sözlərin sonuna a, ə, ya, yə şəkilləri artırılır. Misal üçün gördüyümüz kimi məktəbə, ev sözünün sonuna evə, musiqiyə, mən musiqiyə qulaq asıram, mən məktəbə gedirəm, mən dostuma məktub yazıram. İngilis dilində isə istiqamət bildirmək üçün to sözündən istifadə olunur və Azərbaycan dilindən fərqli olaraq sözün sonuna yox, əvvəlinə artırılır və sözə bitişdirilmir. Misal üçün, məktəbə demək istəyirsə, məktəb sözünün əvvəlinə to artırırıq, to və arada deməli bu ayrı-ayrı sözlər olur, to və məktəb sözləri və evə demək istəsə, ingilis dilində ev sözünün əvvəlinə to yazmalıyıq. Eyni qayda ilə musiqiyə demək istəyirsə, to artırmalıyıq musiqinin əvvəlinə və to artırmalıyıq. Ümumiyyətlə, istənilən bir yön bildirmək üçün, istiqamət bildirmək üçün həmin sözün əvvəlinə to artırırıq. İndi gəlin deməli to'dan istifadəyə aid cümlə nümunələrinə baxaq. Misal üçün, Azərbaycan dilində belə bir cümləyə baxırıq. Mən məktəbə gedirəm. Burada deməli, ingilis dilində mən gedirəm bildirmək üçün I go, burada şəxsimiz I-dır. Getmək to go feilidir. I go və to məktəb sözü school deməkdir. Onun əvvəlinə to artırmağının yaratmışıq məktəbə. I go to school. Mən məktəbə gedirəm. Və demək istəsək, mən işə gedirəm, onda yazmaq I go. Deməli, work iş deməkdir. Onun əvvəlinə to artıranda olur işə və I go, mən gedirəm deməkdir. Bir məqama diqqət yetirək ki, Azərbaycan dilində həmişə hərəkəti bildirən sözlər cümlənin axırında gəlir. İngilis dilində isə həmişə şəxsdən sonra gəlir. I go, I listen. Və misal üçün demək istəsəm, mən musiqiyə qulaq asıram. Qulaq asmaq listendir. I listen. Mən qulaq asıram. Və musiqi sözü musicdir. Və musiqiyə demək istədiyimiz üçün əvvəlinə to artırırıq. Olur to music, yəni musiqiyə. I listen to music. Mən musiqiyə qulaq asıram. Və yaxud demək istəyirik ki, sən kinoya gedirsən. Sən gedirsən. You go. Kino sinemadır. Və kinoya demək istəyiriksə to artırıq əvvəlinə olur to cinema. You go to cinema. Olur sən kinoya gedirsən. Və yaxud Əli filmə baxır. Əli baxır. Baxmaq film izləmək to watch'dır. Olur Əli watch. Axırına bir dənə s artırırıq, çünki Əli üçün şəxsin təkidir. Əli watch, bu oldu. Əli baxır. Kino, movie'dir, film. Və kinoya demək üçün əvvəlinə to artırırıq. Olur filmə. Biz deyirik Əli filmə baxır, çünki bizdə baxır sözü, yəni hərəkət həmşaxıdır. Amma ingilis dilində olur Əli watch to movie. Əli filmə baxır. Biraz çətin cümləyə keçək. Mən dostuma məktub göndərirəm. Mən göndərirəm olur. I send məktub e-maildir, elektron məktub. Dostum, my friend, mənim dostum. Dostuma istiqamət bildirmək üçün əvvəlinə to artırmalıyıq. To my friend. I sent email to my friend.